Siz risk tolerantlığınızı müəyyən etməlisiniz öncədən. Yəni siz nə qədər uduza bilərsiniz? Yəni Çox yaxşı bir məqamdır əslində. Vacib məqamdır və bunu öncədən təyin etmək lazımdır. Çünki bu yenə də emosiyalara bağlı bir şeydir. Çünki siz əgər təyin etməsəniz, siz emosiyalarla daha çox itirə bilərsiniz. Hansısa bir məqam, düşünülməmiş addımlar etmək və s. Yəni bu çox vacib bir məqamdır və bu risk menecmentində əslində çoxlu təlimləri var. Yəni öyrənmək olar. Bu elə bir şey deyil ki, bu yalnız təcrübə əsasında gəlir. Əlbəttə ki, təcrübə burada çox vacibdir. Amma yenə də hansı əsaslar var, onları öyrənib anlamaq olar ki, hansı alətlərdən daha düzgün istifadə etmək lazımdır, hansı növ trading daha sizə uyğundur. Yəni bəzi insanlara həyat tərzinə ümumiyyətlə bu scalp ya da ki, gündəlik trading uyğun deyil. Yəni bu onlara əlavə stres, əlavə risk yaradacaq və nəticə olmayacaq. Yəni bu baxımından ilk öncə insan özünə məqsədlər qoymalıdır və düzgün strategiya seçməlidir.